Əzan bilirsiniz ki, ibadətə çağırışdır və məscidlərdən 5 dəfə və yaxud 3 dəfə verilir, bu məsələ fərqinə görə dəyişir. Ancaq bilirsiniz, əzan məsələsində bir incə məqam var ki, bu xarici təsirlər ki, müəyyən vaxtlarda Azərbaycana təzahür edibdir, təsir göstəribdir, müəyyən başqa, deyək ki, altda başqa niyyətlər olub və son dövrlərdə də şükür Allaha ki, bunun qarşısı bizim dövlət qurumları tərəfindən alındı və bu dinlə bağlı məsələlərdə dini qurumlarla iş üzrə Dövlət Komitəsi bununla bağlı kifayət qədər səmərəli iş aparır. Ancaq təəssüf olsun ki, yenə də biz bu əzan məsələsində müəyyən problemlər görürük. Məsələn, Bakı şəhərində, müxtəlif rayonlarımızda, mən hətta son dövrdə müşahidə etdim, bizim işğaldan azad olunmuş Şuşa şəhərində belə İran müəzzininin oxuduğu əzan səslənirdi, özü də disklent yazısından. Birinci, imkan daxilində əzan canlı olaraq oxunmalıdır və bizim Azərbaycan da bilirsiniz, tarixən dünyaya gözəl səsli insanlar, xanəndələr, müəzzinlər, müğənnilər, xanəndələr yetişdirmiş bir ölkədir. Ona görə bizdə kifayət qədər mütəxəssislər, ilahiyyatçılar, müəzzinlər də var. Bu yaxşı olardı ki, canlı oxunsun və ikinci tərəfdən də ki, dəxli yoxdur, İran olmasın ya başqa hər hansı bir ölkə olsun. Madam ki, bizim ölkəmizdə var, öz potensialımız var, niyə bizim öz milli İslam modelimizin üslubunda olmasın, hansısa xarici bir ölkənin deyək ki, formasında olsun. Bilirsiniz, hər bir ölkənin də özünə məxsus, hər nə qədər desək ki, İslam birdir, müsəlmanlar eynidir, amma hər ölkənin müsəlman ölkələrindən söhbət gedir, hərəsinin özünə məxsus bir İslam modeli formalaşır. Ona görə də o fərqli başqa xarici modellərin ölkəmizdə bir-birinə zidd qoyulması, qarşı-qarşıya gətirilməsi, bu artıq ziddiyyət yaradır. Ona görə mən hesab edirəm ki, bu ölkəmizin özünün İslam dininin, ənənəvi İslamın qaydalarına uyğun olaraq müəzzinlərimiz tərəfindən öz ənənəmizə uyğun, öz tarixi köklərimizə uyğun əzan çağırışı səsləndirilməlidir. Nəinki xarici ölkənin hansısa bir neçə il bundan əvvəl kasetə, diskə yazdırdığı bir lenti mütəmadi şəkildə gətirib, özü də təhrif olunmuş əzan. Bunu da mən bir mütəxəssis kimi deyərdim ki, o artıq dəbə minibdir, bütün məscidlərimizdə bu səsləndirilir, zəminxarə üstündə oxunur, bu da bilirsiniz ki, əzan oxunuşuna uyğun deyil, əzanın özünün məqamları var, Quran-ı Kərimin necə ki oxunanda məqamlar üzrə oxunur. Ona görə də həmin o təhrif olunmuş formada, o ərəbcə deyilən terminlərin təhrifə uğramış formada xarici bir vətəndaşın, xarici bir müəzzinin səsinlə səsləndirilməsi doğru deyil. Bunun əvəzinə bizim öz müəzzinlərimizin lazımdırsa səs yazısı yazılmalıdır və məscidlərimizdən onlar səsləndirilməlidir.